Salamlar, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Bu günləri biz sizlərlə trigonometriyanın ən vacib və başlanğıc mövzularından biri sayılan bucağın radian və dərəcə ölçüsü, istənilən bucağın trigonometrik funksiyalarından danışacağıq. Gəlin vaxt itirmədən ilk öncə biz sizlərlə bucaq anlayışını xatırlayaq. Biz qeyd etmişdik ki, müstəvi üzərində verilmiş nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi həndəsi fiqur bizdə adlanır bucaq. Uşaqlar, biz sizlərlə həndəsə kursundan bucağın növləri ilə tanışıq. Yəni iti bucaq, açıq bucaq, düz bucaq, kör bucaq bunlarla tanışıq. Gəlin biz sizlərlə bucağın ölçülməsindən danışaq. Bucağı ölçmək üçün biz onun daxilindəki açılığı, yəni bir sözdən iki şüa arasında qalan hissəni ölçürük. Bucağı ölçmək üçün bizim əsas iki vahidimiz var. Birincisi dərəcə anlayışı, dərəcə. İkincisi isə radian anlayışı. Uşaqlar, dərəcə anlayışı bizə qədim Babillərdən gəlir. Onlar bir ili təxminən 360 gün hesab etdikləri üçün çevrəni 360 hissəyə bölüblər və beləliklə dərəcə anlayışını yaradıblar. Niyə məhz 360 hissə? Uşaqlar, bir il 360 gün götürüblər ki, bu bizdə 365 və 364 gün təşkil edir. Yəni, günəşin tam dairəvi yol qət etməsi 360 gün çəkib. Yəni, hər günə bir hissə düşüb. Və onlar üçün astronomik müşahidələr tamamilə rahatlaşıb. Bura dəyməyəcəm, bu bizlik deyil artıq. Və onu da qeyd edim ki, 360 çox yaxşı bölünən ədəddir. 24 böləni var. Hansılar ki, onlar 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 12 və ən nəhayətində sonuncusu 360-dır. Bu, bucaqlar, qövsləri, saatları hesablamaq üçün çox rahatdır. Uşaqlar, gəlin indi biz sizinlə bir çevrə götürək. Çevrənin mərkəzini qeyd edirəm O ilə və başlayıram çevrəni 360 bərabər hissəyə bölməyə. Təbii ki, mən burada 360 hissəyə bölməyəcəm, çünki mənə burada çox böyük bir çevrə lazımdır ki, mən onu 360 bərabər hissəyə bölüm. Təqribi olaraq qeyd edəcəm. Uşaqlar, bunların hər biri bizdə olur 1 dərəcə. 1 dərəcə, 1 dərəcə, 1 dərəcə, 1, 1 və 1 dərəcə. Baxın, 1, 2, 3, 4, 5, 6. Yəni, bu hissə bizdə nə olur? 6 dərəcə olur. Deməli, bizdə tam çevrə oldu 360 dərəcə, yarım çevrə oldu 180 dərəcə. Uşaqlar, ümumiyyətlə 1 dərəcə demək çevrənin 360-da bir hissəsi deməkdir. Uşaqlar, əslində bu ölçü arbitrar, yəni təsadüfi seçilmiş bir vahiddir. Yəni kimsə desəydi ki, müəllimə, çevrəni 360 hissəyə yox, 400 hissəyə bölək. Baxın, bu da olardı. Bu anlayış isə, bu vahid isə bizdə adlanır qradian. Uşaqlar, qradian bizə lazım olmayacaq. Bu isə bir qradian demək, çevrənin 400-də bir hissəsi deməkdir. Bizə əsasən dərəcə anlayışı və radian anlayışı lazım olacaq. İmtahanda da, test tapşırıqlarında da qarşınıza yalnız dərəcə və radian anlayışı çıxacaq. Dərəcə anlayışından bu qədər. Ümid edirəm ki, dərəcə anlayışı tam bizə aydın olmuşdur. Gəlin indi isə keçək radian anlayışına. Radian anlayışı daha təbii bir anlayışdır. Tərifi də çox sadədir əslində. Tərifə keçməzdən qabaq, gəlin sizlərlə ilk öncə bir çevrə götürək. Çevrənin mərkəzini O ilə qeyd edirəm. Radiusunu çəkirəm. Olsun bizdə OA radiusu. R ilə qeyd edirəm. Uşaqlar, təsəvvür edin ki, bir ip götürürsünüz və həmin ipi radiusun uzunluğu boyda, yəni R uzunluğunda kəsirsiniz və A nöqtəsindən başlayaraq çevrə boyunca başlayırsınız dolamağa. Bu ip hər hansı bir yerdə bitəcək, düzdürmü? Təsəvvür edin, burada bitirir. Mən buranı qeyd edirəm B ilə. Mən başlayıram birləşdirməyə OB-ni. OB bizdə nə olacaq? Radius olacaq təbii ki. Qeyd edirəm R ilə. Baxın,
Burada nə yarandı? AB qövsü. Mən AB qövsünün uzunluğunu, yəni ipin uzunluğunu nə qədər götürmüşdüm? Radius qədər, düzdürmü? O zaman buranı da qeyd edirəm R-nə. İndi gəlin radian anlayışla, radianın tərifinə keçək. Yadınızda saxlayırsınız ki, radiusun uzunluğu qövsə bərabər olan mərkəzi bucağa bir radian deyilir. Yəni bir radian demək, radiusun uzunluğunun qövsə bərabər olan mərkəzi bucağa deyilir. Uşaqlar, gəlin indi müqayisə üçün bir dənə də çevrə götürək. Burada da bir dənə çevrə götürürəm. Təqribi olaraq bu çevrənin radiusu bizdə olsun 1,5 r. 1,5 r yazıram. Bura olsun bizdə C, D. R1-i qeyd edirəm uşaqlar. R. R2-ni qeyd edəcəm 1,5 r. L1 bizdə nə idi? R idi. O zaman L2 bizdə nə olacaq? Baxın, bu bir radiandırsa, OC-nin uzunluğu 1,5-dirsə, gərək CD qövsü bizdə 1,5 r olsun ki, bizdə 1 radian alsın, düzdürmü? Gəlin uşaqlar, indi verilmiş çevrələrin radiusları və qövsləri arasındakı münasibətə baxaq. Mən R1-in R2 olan nisbətinə baxıram. Bu bizdə olur R bölünsün 1,5 r-ə. Yəni 1 bölünsün 1,5-ə, düzdürmü? Bunu qeyd etdim. İkinci olaraq qövslər arasındakı münasibətə baxıram. L1 bölünsün L2 bizdə nəyə bərabər olur? R bölünsün 1,5 r-ə. Yəni 1 bölünsün 1,5-ə. Baxın uşaqlar, mən görürəm ki, radiusların nisbətləri də, qövslərin nisbətləri də 1 bölünsün 1,5-ə bərabərdir. O zaman mən R1-in nisbətini L2-yə bərabər edirəm L1-in L2-yə nisbətini. O zaman mən buradan tənasübün orta hədlərinin yerini dəyişsəm nə alaram? Gəlin qıraq hədlərini dəyişək. Ən yaxşısı qıraq hədlərinin yerini dəyişmək. L2 bölünsün L2 bərabərdir L1 bölünsün R2. Bir dəqiqə, düzmü yazdım? R1. Baxaq görək, düz yazdım. L2 R1. Bəli. Uşaqlar, biz çevrə mövzusunda birinci hissədə keçmişdik ki, çevrənin uzunluğu bizdə nəyə bərabər idi? C bərabər idi 2 pi r-ə, düzdürmü? İndi mən buradan istifadə etsəm bu nisbətdən nə alaram? 2 pi r bölünsün r, yəni uzunluq bölünsün radius məndə nəyə bərabər olur? R-lər ixtisarı gedir, bərabər olur 2 pi-yə. Bu nə deməkdir uşaqlar? 360 dərəcəli tam çevrə. Ona uyğun radian nə olur? 2 pi radian olur. Bunun hər iki tərəfini 2-yə bölsəm nə alaram? 180 dərəcə bərabərdir pi radiana. Uşaqlar, qeyd edim ki, buradakı pi-ni bildiyimiz sabit pi ədədinə 3,14 ilə qarışdırmayın, tamam mı? Buradakı pi radian deməkdir artıq. Yəni pi radian deyəndə ağlınıza 180 dərəcə gəlsin. İndi mən bunun da hər iki tərəfini 2-yə bölsəm nə alaram? 90 dərəcə bərabərdir pi bölünsün 2 radian almış olacam. Uşaqlar, mən buradan bir radianı tapa bilərəmmi rahatlıqla? Tapa bilərəm. Yazıram ki, 1 radian bərabərdir 360 dərəcə bölünsün 2 pi-yə. Baxın uşaqlar, 360-dan 2 ixtisar olunur, yerdə qalır 180 bölünsün pi. Baxın, pi dedim burada nədir? Sabit ədəddir. Yəni 3,14. O zaman mən alıram ki, 1 radian bərabərdir 180 bölünsün, yəni təqribi olaraq 3,14-ə. Bu da bizdə təqribi olaraq 57,3 dərəcəyə bərabər olacaq. Yəni 1 radian demək təqribi olaraq 57,3 dərəcə deməkdir. Baxın uşaqlar, burada r-dir, düzdürmü radiuslar? Qövsün uzunluğu da r-dir, düzdürmü? Bu təqribi olaraq nəyə yaxındır? Bərabər tərəfli üçbucağa. Baxın, həqiqətən də 1 radian nə deməkdir? 57,3 dərəcədir. Bizdə də bərabər tərəfli üçbucaqda dərəcələr nədir? 60, 60, 60, düzdürmü? Burada nə olacaq? 57,3, 57,3, 57,3 dərəcə olacaq. Yəni təqribi olaraq bərabər tərəfli üçbucağın bir bucağına bərabər olmuş olacaq. Radian anlayışı da belə. Gəlin indi biz sizlərlə dərəcənin radiana, radianın da dərəcəyə çevrilməsi düsturlarını yazaq. Sabit olaraq bizim düsturlarımız olacaq. Alfa dərəcə üçün alfa vurulsun 180 bölünsün, daha doğrusu vurulsun pi bölünsün 180.
Misal üçün 60 dərəcə bizdə 60 vurulsun pi bölünsün 180-ə bərabər olacaq. 180 ilə 60 ixtisar olur, yerdə qalır pi bölünsün 3 radian. Yəni uşaqlar, pi bölünsün 3 radian demək 60 dərəcə, 60 dərəcə demək pi bölü 3 radian deməkdir. Buradan da radianı tapsam, yəni alfa radian burada. Alfa radianı tapsam mənə nəyi verir? 180 dərəcə, daha doğrusu 180 vurulsun alfa dərəcə bölünsün pi. Misal üçün, pi bölünsün 4 radian. Bunu dərəcə çevirmək üçün 180 vurulsun pi bölü 4 bölünsün pi. Pi'lər ixtisar gedir, yerdə qalır 180 vur 4də 1, o da bizdə eləyir 45 dərəcə. Həqiqətən pi bölü 4 radian demək 45 dərəcə demək imiş. Bu da belə. Ümid edirəm, dərəcə və radian anlayışı sizə tamamilə aydın oldu. Abituriyentlər bunu tez-tez soruşurlar ki, niyə məhz radian daha üstündür? Uşaqlar, biz sizlərlə gələcək dərslərimizdə inşallah ki, törəmə və integral anlayışından, mövzularından danışacağıq. O zaman orada bizim sabit düsturlarımız olacaq, hansılar ki, onlar sinus x-in törəməsinin kosinus x-a, kosinus x-in törəməsinin də mənfi sinus x-a bərabər olduğunu görəcəyik. Və bu düsturlar yalnız radian üçün doğrudur. Əslində dərəcə üçün doğrudur, amma biz dərəcə ilə işləsək, hər dəfə pi bölünsün 180 əmsal alacaq və bu bizim işlərimizi gəlizləşdirəcək. İnşallah ki, biz bunu gələcək dərslərimizdə daha yaxşı başa düşəcəyik. İndi gəlin biz sizlərlə mənfi bucaq anlayışına və istənilən bucağın trigonometrik funksiyalarına keçək. Bu mövzu trigonometriyanın onurğa üsulunudur. Ən vacib alətimiz isə bizdə olacaq vahid çevrə. Əvvəlcə uşaqlar, gəlin biz sizlərlə trigonometriya nədir, biraz o anlayışdan danışaq. Trigonometriya ümumiyyətlə Yunan mənşəli sözdür. Trigo üçbucaq, metrio ölçürəm deməkdir. Üçbucağın tərəfləri və bucaqları arasındakı əlaqəni göstərir. Gəlin biz sizlərlə bir düzbucaqlı üçbucaq çəkək. Biz bilirik ki, düzbucaqlı üçbucağın bir bucağı 90 dərəcəyə bərabərdir. 90 dərəcə. Digər bucaqları alfa və beta ilə qeyd edirəm. Katetlər bizdə olsun A və B, hipotenuz olsun C. Uşaqlar, sinus deyərkən biz qarşıdakı katetin bitişik kateti olan, daha doğrusu qarşıdakı katetin hipotenuzu olan nisbəti nəzərdə tutacaq. Kosinus deyərkən bitişik katetin hipotenuzu olan nisbəti, tangens alfa deyərkən qarşıdakı katetin bitişik kateti olan nisbəti, katangens alfa deyərkən bitişik katetin qarşıdakı kateti olan nisbəti nəzərdə tutacağıq. Təsəvvür edin ki, bunu biz alfa bucağı üçün tapırıq. Sinus alfa bərabərdir. Alfanın qarşısındakı katet hansıdır? B-dir. Bölünsün C. Kosinus alfanı tapıram. Nəyə bərabər olur? Bitişik katetin, yəni A-nın C-yə olan nisbəti. Tangens alfanı tapıram. Nəyə bərabər olur? Qarşıdakı katetin, yəni B-nin A-ya bitişik kateti olan nisbəti. Katangens alfa nəyə bərabər olacaq? Qarşıdakı katetin, yəni B-nin A-ya olan nisbəti olacaq. Uşaqlar, biz burada nəzər salsaq görərik ki, sinus alfanın kosinus alfaya olan nisbəti B bölünsün C bölünsün A bölünsün C-yə. Yəni buradan C-lər ixtisar getsə, B bölünsün A-ya bərabər olmuş olacaq. Həmçinin kosinus alfanın sinus alfaya olan nisbətini tapsam, mən A-nın, burada A bölü B olmalıdır. A-nın B-yə olan nisbətini tapmış olacağam. Baxın, mən görürəm ki, sinus alfanın kosinus alfa olan nisbəti, yəni B bölü A bizdə nəyə bərabər olur? Tangens alfaya bərabər olur. Bir sözlə, tangens alfa demək, sinus alfanın kosinus alfa olan nisbəti deməkdir. Həmçinin bu, katangens alfa üçün də keçərlidir. Katangens alfa kosinus alfanın sinus alfaya olan nisbətidir. Həmin qayda ilə tapsaq görərik ki, həqiqətən də A bölünsün B, yəni katangens alfa kosinus alfa bölünsün sinus alfaya bərabər olmuş olur. Bu belə. Və bir də tangens alfanın katangens alfa olan hasilini tapsam, 1-ə bərabər olduğunu görərəm. Həqiqətən də sinus alfa vurulsun kosinus alfa, bölünsün kosinus alfa, vurulsun sinus alfa bizdə ixtisar olur və bunların hasili bizdə bərabər olur 1-ə.
Yəni sizdə tangens alfa məlum olsa, o zaman rahatlıqla kotangens alfanı tapa bilərsiniz və yaxud da ki, əksinə. İndi uşaqlar, gəlin sizlərlə koordinat müstəvisində bir vahid çevrə götürək. Vahid çevrə demək radiusu vahidə bərabər olan çevrə deməkdir. İlk öncə koordinat sistemimizi çəkək. Bu da bizim çevrəmiz olsun. Bu nöqtəni qeyd edirəm A-la, yəni 1, 0 nöqtəsi. Bura bizdə olsun B, 0, 1 nöqtəsi. Mərkəzi də qeyd edirəm O ilə. Uşaqlar, yadınızda saxlayırsınız ki, saat əqrəbi istiqamətindən mənfi bucaq, saat əqrəbi əksi istiqamətində olanda mənfi bucaq olur. Yəni, misal üçün, mən belə bir bucaq götürürəm, olur 30 dərəcə, 30 dərəcə. Saat əqrəbi istiqamətində olduğu üçün, baxın, belə gedir bucaq. Ona görə bizdə olacaq müsbət 30 dərəcə. Saat əqrəbi istiqamətində olduqda, yəni belə olduqda, olacaq mənfi 30 dərəcə. Bu belə. Uşaqlar, burada radiusu çəkirəm. Bunun koordinatı bizdə olsun S, X, Y. Vahid çevrə götürdüyümüzə görə radius bizdə 1 olacaq, düzdürmü? Bura qeyd edirəm X, bura nə olacaq? Y olacaq. Alfa bucağını qeyd edirəm. Uşaqlar, mən buradan sinus alfanı tapsam nəyə bərabər olur? Qarşıdakı katetin, yəni Y-ın biri olan nisbəti. O zaman Y-ı mən sinus alfa almış olacağım. Həmin qayda ilə kosinusu tapsam, x bölünsün 1 alacağım. Yəni, x bərabər olacaq kosinus alfaya. Uşaqlar, S-nin koordinatları məndə x, y idi, düzdürmü? Çevriləcək olacaq. Burada x-in yerinə nə var? Kosinus alfa. Y-ın yerinə nə var? Sinus alfa. Olacaq kosinus alfa, sinus alfa. Yəni, mən artıq S-nin koordinatlarını x, y kimi deyil, S kosinus alfa, sinus alfa kimi baxacaq. Bu bizdən nəyə kömək olacaq? Qarşınıza test toplusunda belə bir suallar çıxacaq. Misal üçün, sinus 130 vurulsun, kosinus olsun 45 dərəcə, 75 dərəcə olsun. Belə bir sual çıxacaq, deyəcək ki, bu ifadənin işarəsini təyin edin. Uşaqlar, S-nin koordinatları x, y. Birinci rübdə işarəsi nədir? Hər ikisi müsbətdir, düzdürmü? Birinci rübdə. İkinci rübdə işarəsi nədir? X mənfi, y olur müsbət. Üçüncü rübdə işarəsi nədir? Hər ikisindən mənfidir. Dördüncü rübdə x-in işarəsi müsbət, y-ın işarəsi mənfi olacaq. Bizdə x nədir? Artıq kosinus alfadır. Y nədir? Sinus alfadır. Düzdürmü? Baxın, sinus 30, yəni y. Düzdürmü? Y. Sinus 30 neçənci rübdür? İkinci rübdür. Düzdürmü? Tutaq ki, bura bizdə nədir? Sinus 30-dur. Yəni 130 dərəcə. Baxın uşaqlar, ikinci rübdə sinusun qiyməti, yəni y-ın qiyməti nədir? Müsbətdir. Düzdürmü? Qeyd edirəm müsbət. Kosinus 75 dərəcə nədir bizdə? Birinci rübdə yerləşir. Birinci rübdə kosinusunda, sinusunda qiyməti nədir? Müsbətdir. Müsbəti müsbətə vurduqda biz nə alırıq? Müsbət alırıq. Və yaxud da ki, burada sinusun yerinə nə ola bilərdi? Kosinus 130 ola bilərdi. Kosinus 130 vurulsun. Kosinus 75. Kosinus 75 birinci rübdə yerləşir. Bilirik, müsbətdir. Kosinus 130 ikinci rübdə yerləşir. Absisdir. Ona görə mənfi olacaq. Yəni, mənfi vurulsun, müsbət olacaq bizdən mənfi. Yəni, bu bizdə bu işə yarayacaq. Gəlin, indi keçək əsas məqsədimizə. Bunları silək hələlik. Uşaqlar, B-nin koordinatlarını qeyd edirik. Sinusu verdik. Kosinusu verdik. İndi gəlin sizlərlə tangens alfa və kotangens alfanı verək. Əvvəlcə uşaqlar, biz çevrəyə A nöqtəsində toxunan, yəni A1,0 nöqtəsində toxunan bir xətt çəkək, toxunan çəkək. Olsun belə. Və mən S-nin uzantısını uzadıram, S-ni uzadıram. Belə. Buranın, yəni S-nin uzantısı ilə verilmiş toxunanın kəsişməsini T ilə qeyd edirəm. Koordinat nə olacaq uşaqlar? Burada sabitdir də 1-dir, düzdürmü? 1. Mən bunun neyini bilmirəm? Ordinatını bilmirəm. Mən bunu T ilə, kiçik T ilə işarə edirəm. Uşaqlar, yadınızda saxlayırsınız ki, vahid çevrəyə A
1-0 nöqtəsinə toxunan çəkirik. Bu düz xəttə tangeslər xətti deyilir. Həmin verilmiş düz xətt bizdə tangeslər xətti adlanır. Həqiqətən də biz buradan tangens alfanı tapsaq nəyə bərabər olacaq uşaqlar? AT bölünsün, yəni qarşıdakı katet bölünsün nə OA. OA bizdə nəyə bərabərdir? 1-ə bərabərdir. AT nəyə bərabərdir uşaqlar? Yəni ordinatı nəyə bərabərdir? T-yə bərabərdir. Bərabər olur T-yə. Yəni tangens alfa bərabərdir T-yə. Yəni alfa radian bucağının tangensi T nöqtəsinin ordinatına bərabərdir. Həmçinin uşaqlar, gəlin çevrəyə B01 nöqtəsində toxunan çəkək. Baxın, yenə də yaşıl rəng seçək, biraz fərqlənsin. Yenə də OS-nin uzantısı ilə B-nin kəsişməsini mən neylə qeyd edim? Olsun bizdə K. Mən bunun apsisini bilmirəm. Apsisi nə olsun bizdə? Olsun K. Qeyd edirəm K, amma ordinatını bilirəm. Ordinatı bizdə həmişə nədir? Sabit bir ədədidir. Gəlin buradan katangens alfanı tapaq. Katangens alfa nəyə bərabər olacaq? K bölünsün 1-ə bərabər olacaq. Yəni K-yə bərabər olacaq. Bu nə deməkdir? Alfa radian bucağının katangensi K nöqtəsinin apsisinə deyilir. Belə. İndi uşaqlar, gəlin sizlərlə istənilən bucağın trigonometrik funksiyalarını tapaq. Misal üçün olsun sinus 30 dərəcə. Sinus 30 dərəcə. Uşaqlar, sinus 30 dərəcə deyəndə çəkirik düzbucaqlı üçbucağı. 30 dərəcəni qeyd edirik burada. Burada olsun 60 dərəcə. Biz bilirik ki, 30 dərəcə bucaq qarşısına katet nəyə bərabərdir? Hipotenuzun yarısına bərabərdir. Yəni x bölü 2-yə bərabərdir. O zaman bura nə olacaq? X kökdə 3 bölünsün 2-yə bərabər olacaq. Mən buradan sinus 30-u, yəni qarşıdakı katetin hipotenuz olan nisbətini tapsam nəyə bərabər olacaq? 2-də 1-ə bərabər olacaq. Yəni sinus 30 demək 2-də 1 deməkdir. Sinus 30 bərabər olur 2-də 1-ə. Həmçinin buradan uşaqlar sinus 60-ı tapa bilərəm. Sinus 60 dərəcə bərabər olacaq x kökdə 3 bölü 2 bölünsün x-a. X-lar ixtisar gedəcək, yerdə qalacaq. Kökdə 3 bölünsün 2-yə. Həmçinin kosinus 30-u, kosinus 60-ı tapa bilərsiniz. Tangens 30 dərəcəni, tangens 60 dərəcəni tapa bilərsiniz. Yəni istənilən bucağın trigonometrik funksiyanın tapılma qaydası belədir. İstəsəz burada ayrılıqda düzbucaqlı üçbucaqda, istəsəz də vahid çevrədə rahatlıqla tapa bilərsiniz. İndi isə gəlin vaxt itirmədən keçək verilmiş mövzuya uyğun test tapşırıqlarının həllinə. Baxaq birinci suala, 40 dərəcəli bucağı radianla ifadə edin. Bunun üçün bizim bucaq dərəcə anlayışında üsullarımız var idi. 40 vurulsun pi bölünsün 180. Hər iki tərəfi 20-yə bölsəm 2 pi böl 9 almış olacaq. Yəni 40 dərəcə bucaq 2 pi böl 9 radian imiş. Radian ölçüsü pi böl 5 olan bucağın dərəcə ölçüsünü tapın deyir. Bunun üçün pi böl 5 vurulsun 180 bölünsün pi-dən istifadə edirik. Pi-lər ixtisar gedir, yerdə qalır 180 bölünsün 5, yəni 36 dərəcə olur A variantı. Üçüncü sual. 3 sinus pi çıxılsın 4 kosinus pi üstəgəl 2 tangens pi böl 4 ifadəsinin qiymətini hesablayın deyir. Uşaqlar, sinus 180 dərəcədə 0-a bərabərdir. Kosinus isə mənfi 1-ə bərabərdir. Tangens pi böl 4, yəni tangens 45 dərəcədə 1-ə bərabərdir. Bu 0-a gedir, yerdə qalır. Mənfi 4 vurulsun, mənfi 1, 4. Üstəgəl 2 vurulsun, 1, 2. Yəni cavab edir 6. 5-ci sual. Sinus 60 dərəcə üstəgəl kosinus 30 dərəcə vurulsun tangens 60 dərəcə ifadəsinin qiymətini hesablayın deyir. Uşaqlar, sinus 60 yadınızda saxlayın ki, həmişə bərabər olur kosinus 30 dərəcəyə. Yəni, bunların ikisinin də qiyməti kökdə 3 bölü 2-yə bərabərdir. Aparıram, qoyuram yerinə, olur 2 kökdə 3 bölü 2 vurulsun tangens 60 dərəcə, yəni kökdə 3. 2-lər ixtisar gedir, yerdə qalır kökdə 3 vuru 3, yəni 3. C variantı. 7-ci sual. X bərabərdir pi böl 6 olduqda fx bərabərdir kosinus 2x çıxılsın sinus 3x çıx tangens 6x ifadəsinin qiymətini hesablayın deyir. Aparıram yerinə, x-in yerinə pi böl 6 qoyuram. Bərabərdir kosinus 2 vurulsun pi böl 6 çıxılsın sinus 3 vurulsun pi böl 6 çıxılsın tangens 6 vurulsun pi böl 6. Buradan pi böl 3 qalır, burada pi böl 2 qalır. Yəni kosinus pi böl 3 çıxılsın sinus pi böl 2 çıxılsın tangens pi.
Kosinus pi bölü 3 demək kosinus 60 dərəcə çıxılsın sinus 90 dərəcə çıxılsın tangens 180 dərəcə deməkdir. Bu da bərabər olur. Kosinus 60 dərəcədə bizdə olur 2-də 1. Sinus 90 dərəcədə bərabər olur 1-ə. Tangens 180 dərəcədə bərabər olur 0-a. Yəni 2-də 1 çıxılsın 1 edir mənfi 0,5. Yəni C variantı. 8-ci sual. ABCD üç bucağında bucaq C 90 dərəcə olarsa, sinus alfa vurulsun kosinus alfa hasilini tapın deyir. Uşaqlar, baxın, mən demişdim ki, sinus qarşıdakı katetin hipotenuza olan nisbəti, kosinus isə bitişik katetin hipotenuza olan nisbətidir. Baxıram, alfa bucağı üçün qarşıdakı katet hansıdır? A-dır. Bitişik katet hansıdır? B-dir. Bölürəm hər ikisini nəyə? Hipotenuza, yəni C-yə. Bunların hasilini tapdıqda isə A bölü C vurulsun, B bölü C bizdə bərabər olur. AB vurulsun C kvadratına, yəni B variantına. 9-cu sual. A bərabərdir kosinus 243 dərəcə və B bərabərdir kosinus 350 dərəcə ədədlərinin işarələrini müəyyən edin deyir. Uşaqlar, bunun üçün biz sizlərlə koordinat müstəvisində vahid çevrədə BX, Y nöqtələrini tapmışdıq ki, artıq bizdə nə olacaqdı? Kosinus alfa, sinus alfa olacaqdı, düzdürmü? Yəni, artıq bunların işarəsi hansı rübdə yerləşdiyini asılıdır. Baxıram A-ya, görürəm ki, kosinus 243 dərəcə neçənci rübdə yerləşir? 3-cü rüb 180 dərəcə 270 dərəcə arası, düzdürmü? Yəni, 3-cü rübdə yerləşir. 3-cü rübdə bizim apsisimiz də, ordinatımız da 0-dan kiçikdir. Kosinus mənfi olacaq, kiçikdir 0-dan. Baxıram B-yə, bərabər olur kosinus 350 dərəcəyə. Kosinus 350 yerləşir bizdə 4-cü rübdə. 4-cü rübdə apsisimiz müsbətdir. Yəni, A 0-dan kiçik, B 0-dan böyük olacaq, olacaq Y variantı. Keçək digər suallara. 10, 11, 12 bunlar hamısı artıq hesablamadır. Sizin ixtiyarınıza buraxıram. 16-cı sual. Mənfi 75 dərəcə bucağı radianla ifadə edin. Bunun üçün mənfi 75 vurulsun, pi bölünsün 180. Hər iki tərəfi 25-ə bölsəm, daha doğrusu 15-ə bölsəm, edir mənfi 5 pi bölünsün 12. Olur C variantı. Aha, gəldik ən gözəl suallardan biri olan 17-ci suala. İfadələrdən hansının qiyməti müsbətdir deyir. Uşaqlar, siz həmişə burada kosinus 1 radianı kosinus 1 dərəcə ilə qarışdırırsınız. Baxın, necə olacaq? Bunu deyim sizə. Baxın, kosinus 1 radian demək nədir? Birinci, kosinus 1. Görürsünüzmü? Burada dərəcə yoxdur. Bax, burada da dərəcə yoxdur. Bu, kosinus 1 radian deməkdir. Bu, kosinus 4 radian deməkdir. Baxın, kosinus 154 dərəcə. Dərəcə verilib artıq. Amma biz bunu bilmirik. Kosinus 1 radian. Mən demişdim ki, 1 radian nəyə bərabərdir? 180 bölünsün pi-yə. Yəni, təqribi olaraq 180 bölünsün 3,14-ə. Yəni, 57,3 dərəcəyə bərabərdir. Yəni, kosinus 1 radian demək, kosinus 57,3 dərəcə deməkdir. Bu da bizdə yerləşir birinci rübdə. Birinci rübdə kosinusun qiyməti nədir? Müsbətdir. Yəni, 1 ilə doğru cavab olur. 2. Kosinus 154 dərəcə. Biz demişdik ki, həm bizdə kosinus nədir? Apsisdir. Onları da burada qeyd edeyim ki, bilək. Kosinus 154 dərəcə neçənci rübdə yerləşir? İkinci rübdə, düzdürmü? İkinci rübdə x-in işarəsi nədir? Mənfidir. Yəni 0-dan kiçikdir. 2-ni çıxıram. Üçüncü, kosinus 4 radian. Uşaqlar, kosinus 4 radian artıq kosinus 4 vurulsun 57,3 deməkdir. 57,3-ü də 4-ə vurduqda təqribi olaraq 229 dərəcəyə bərabər olur. Yəni kosinus 229 dərəcə. Bu da yerləşir bizdə harada? 3-cü rübdə. 3-cü rübdə kosinusun işarəsi nədir? Mənfidir. Yəni 0-dan kiçikdir. 3-cü də deyil cavabımız. Yəni 3-ü, 2-ni çıxıram. 4-cü sual. Kosinus 900 dərəcə. Uşaqlar, bunu bilmək üçün nə edirik? Kosinus 900-ü bölürəm 360-a. Yəni 2 vurulsun 360, üstə gəlinsin. 180. Ya da belə eləyək. Biz sizlərlə hələ bu çevirmə üsulunu keçməmişik. Baxın, kosinus 900 dərəcə nə deməkdir? 360 2 dəfə. Baxın, 2-ni vurdum 360-a. Bir dəfə, 2 dəfə. Sonra üzərinə 180 gələrəm. Gələrəm 180. Harda yerləşdi? Baxın, 3-cü rübdə, 2-ci rübdə.
İkinci rübdə kosinus işarəsi nədir? Mənfidir. Və nəhayət sonuncu beşincisi kosinus 259 dərəcə harda yerləşir? Üçüncü rübdə yerləşir. Üçüncü rübdə kosinus işarəsi nədir? Mənfidir. Yalnız bir bizdə müsbət ifadə olur. Yəni doğru variantımız Y variantı olur. 18. Sinus kökdə 3 bölü 2. Sinus alfa kökdə 3 bölü 2-yə bərabərdir. Alfa bucağımız 0 dərəcə ilə 90 dərəcə, yəni birinci rübdə yerləşir. O zaman kosinus pi bölü 6 üstəgəl alfanın ifadəsinin qiymətini tapın deyir. Deməli, yazıram birinci sinus alfa bərabərdir kökdə 3 bölü 2. Uşaqlar, birinci rübdə nə zaman kökdə 3 bölü 2-yə bərabər olur sinus? Təbii ki, 60 dərəcə olduqda. Yəni, alfa bərabərdir 60 dərəcəyə. Təbii ki, yəni birinci rübdə yerləşir. Aparıram, qoyuram yerinə. Kosinus 30 dərəcə, üstəgəl 60 dərəcə. 30 dərəcədə uşaqlar pi bölü 6 radian dərəcəni ifadə etdim. Bərabər olur kosinus 90 dərəcəyə. Kosinus da 90 dərəcədə bərabər olur 0-a. Yəni, D variantı. 19-cu sual. Fx bərabərdir pi bölü 3 və jx bərabərdir kosinus x üstəgəl 1 olarsa, jfx-i hesablayın deyir. Gəlin əvvəlcə biz mürəkkəb funksiyamızı quraq. Fx bərabərdir pi bölü 3, jx bərabərdir kosinus x üstəgəl 1. Jfx. Düzdürmü? Yəni, mən artıq j funksiyasını yazmaq istəyərkən x-in yerinə fx yaram. Fx nəyə bərabərdir? Pi bölü 3 üstəgəl 1. Kosinus pi bölü 3, yəni kosinus 60 dərəcə üstəgəl 1. O da bərabərdir 2-də 1 plus 1, yəni 3 bölünsün 2-yə. Olur A variantı. Hansı ifadənin qiyməti mənfidir? Baxın uşaqlar, mən mövzu izahında buna aid bir misal göstərmişdim sizə. Yəni, yenə də baxaq bu suala. Baxıram A variantına. Kosinus 145 dərəcə vurulsun tangens 125 dərəcə. Baxıram, kosinus neçənci rübdə yerləşir? İkinci rübdə. İkinci rübdə işarəmiz nədir? Sıfırdan kiçikdir. Tangens 125 dərəcə. İkinci rübdə tangensimiz nədir? Mənfidir. Yəni, mənfi vurduqda nə olur? Müsbət olur. Baxıram B variantına. Sinus 135 dərəcə vurulsun tangens 195 dərəcə. Sinus 135 dərəcə yerləşir ikinci rübdə. İkinci rübdə işarəmiz nədir? Müsbətdir. Tangens 145 dərəcə yerləşir, daha doğrusu 195 dərəcə yerləşir üçüncü rübdə. Üçüncü rübdə işarəmiz olur müsbət. Müsbəti müsbətə vurduqda eləyir müsbət. C variantı. Tangens 280 dərəcə vurulsun kosinus 300 dərəcə. Tangens 280 dərəcə yerləşir dördüncü rübdə. Dördüncü rübdə işarəmiz mənfidir. Kosinus 300 dərəcə yerləşir bizdə dördüncü rübdə işarəmiz müsbətdir, yəni sıfırdan böyükdür. Bir dəqiqə, düzmü dedim? Bəli, dördüncü rübdə nədir? İşarəmiz müsbətdir. Mənfini müsbətə vurduqda neyinir? Mənfi edir. Bizdən də elə mənfini soruşulur, doğru variantımız C variantı. Hər ehtimal D və Y variantlarına baxaq. Tangens 130 dərəcə vurulsun kotangens 160 dərəcə. Hər ikisi yerləşir İkinci rübdə hər ikisinin işarəsi mənfidir. Mənfiyə vurduqda edir müsbət. Y variantı. Tangens 310 dərəcə vurulsun sinus 220 dərəcə. Baxıram. Tangens 310 dərəcə yerləşir dördüncü rübdə. Dördüncü rübdə işarəmiz mənfidir. Sinus 220 dərəcə yerləşir dördüncü rübdə. Dördüncü rübdə işarəmiz, daha doğrusu üçüncü rübdə işarəmiz nədir? Mənfidir. Mənfini vurduqda edir müsbət. Yəni, həqiqətən doğruca variantımız olur C variantı. Baxıram 22-ci suala. Bərabər yanlı üçbucağın oturacağı bitişik beta bucağı üçün kosinus beta kökdə 3 bölü 2 olarsa, təpədəki bucağı hesablayın deyir. Gəlin əvvəlcə sizlərlə bir bərabər yanlı üçbucaq çəkək. Alfa bucaqlarını qeyd edək. Oturacağı bitişik betadır. Beta bucaqlarını qeyd edək. Və başlayıram hündürlük çəkməyə təpədən. Oturacağı bir hündürlük çəkirik. Bərabər yanlı oldu uşaqlar. Buranı x yazacağım. Kosinus beta kökdə 3 bölü 2-yə bərabərdir. Kosinus nədir? Bitişik katetin hipotenuza olan nisbəti. Yəni, bura nə olur? Kökdə 3 olur. Bura nə olur? 2 olur. Buranı da qeyd edirəm 2. O zaman burada nə olacaq? Kökdə 3 olacaq. Deyək ki, təpədəki bucağı tapın. Yəni,
Yazaq bura alfa. Burada alfa yazaq. Və yaxud da heç buna tapmaq ehtiyac yoxdur. Kosinus beta nə zaman kökdə 3 bölü 2-yə bərabər olur? Təbii ki, 30 dərəcə olduqda. Yəni alfa beta bərabər olur 30 dərəcə. 30 dərəcə üstə gəl 30 dərəcə üstə gəl alfa. Buranı birbaşa alfa yazıram. Bərabər olur 180-ə. Yəni alfa bərabərdir 180 çıxılsın 60, o da bərabər olur 120 dərəcəyə. C variantı. Yirmi dördüncü sual. Uşaqlar 2 katanges pi bölü 4 çıxılsın. Kosinus pi-ni hesablayaq ilk öncə. 2 katangens pi bölü 4 çıxılsın kosinus pi. Katanges 1-ə bərabər olur. 2 vurulsun 1 çıxılsın. Kosinus 180 dərəcədə mənfi 1-ə bərabər olur. Bərabər olur 2 üstə gəl 1, yəni 3-ə. İndi məxrəci hesablayaq. Tangens pi bölü 3, yəni tangens 60 dərəcə çıxılsın katangens 270 dərəcə vurulsun nə? Sinus 60 dərəcə. Tangens 60 dərəcədə olur kökdə 3 çıxılsın. Katangens 270 dərəcədə bərabər olur 0-a. Sinus 60 dərəcədə bərabər olur kökdə 3 bölü 2-yə. Buradan da alıram ki 3 bölü 2-yə bərabərdir. Aparıram qoyuram yerinə 3 bölünsün 3-də 2 bərabərdir. 3 vurulsun 2 bölünsün 3. 3'lər ixtisar gedir, yerdə qalır nə? B variantı, yəni 2. 26-cı sual. A-nın hansı qiymətində A kvadratı çıxılsın 25 vurulsun sinus 3 radian, vurulsun kosinus 1 radian, vurulsun tangens 4 radian ifadəsinin qiymətini mənfidir deyir. Uşaqlar baxın, mən dedim ki sinus 1 radian, kosinus 1 radian, tangens 1 radian. Dərəcə ifadəsini işlətmədim. Heç baxın, verilmiş ədədlərin təpəsində də dərəcə işarəsi ümumiyyətlə yoxdur. Gəlin ilk öncə biz sizlərlə hesablayaq. Sinus 3 radianı 3'ü vururam 57,3'ə. Təqribi olaraq düşür. Sinus 171 dərəcə. Yəni bu da bizdən nə edir? İkinci rüb eləyir. İkinci rübdə sinusun işarəsi müsbətdir. İkinci, kosinus 1 radian, yəni kosinus 57,3 dərəcə. Kosinus birinci rübdə nədir? Müsbətdir. Üçüncüsü, tangens 4 radian. 57,3'ü də 4'ə vurduqda bizdə edir təqribi olaraq 229 yazıram ki, bərabərdir tangens 229 dərəcəyə. Bu da bizdə düşür 3-cü rübdə. 3-cü rübdə bunun işarəsi müsbətdir. Düzmü yazdım? Sinus 171 2-ci rübdə müsbətdir. Kosinus 1-ci rübdə müsbətdir. Tangens 3-cü rübdə müsbətdir. Bəli. İndi bax ümumi ifadəni yazıram. A kvadratı çıxılsın 25. Baxın uşaqlar, 3 dənə müsbətimiz var, düzdürmü? Yəni sinus 3 radianda, kosinus 1 radianda, tangens 4 radianda müsbətdir. Yəni 0-dan böyükdür. Bu ifadənin ümumilikdə mənfi olması üçün gərək A kvadratı çıxsın 25, özü 0-dan kiçik olsun ki, mən mənfi ədədi müsbət ədədlərə vurduqda mənfi ədəd alım. O zaman A çıxılsın 5 vurulsun A plus 5 eşittir 0 alıram. Bu da bizə düşür mənfi 5, 5 intervalına, yəni A variantına. 27-ci sualda həmçinin eyni sualdır. Keçirəm 28-ci suala. Uşaqlar, götürürəm hər iki tərəfi, vururam 2-də 1-ə. Alıram 3 kosinus x üstə gəl 5 sinus x bölünsün 4 sinus x üstə gəl 2 kosinus x bərabərdir 1-ə. Bunun 1-ə bərabər olması üçün bunlar bir-birinə bərabər olmalıdır. Yəni 3 kosinus x üstə gəl 5 sinus x bərabərdir 4 sinus x üstə gəl 2 kosinus x. 3 kosinus x çıxılsın 2 kosinus x bərabər olur kosinus x-a. 4 sinus x çıxılsın 5 sinus x bərabər olur mənfi sinus x-a. Bizə də lazımdır uşaqlar katanges x-i tapmaq. Katanges nədir? Kosinus x bölünsün sinus x-dir. O zaman mən hər iki tərəfi sinus x-a bölsəm, alacağım katanges x bərabər olur mənfi 1-ə. Yəni katangesin qiyməti bizdə nəyə bərabər olur? Mənfi 1-ə bərabər olur. Baxaq görək variantlarda varmı?
Bəli, var. Y variantı. 29 eyni sualdır. 30-a uyğun işlədik. Gəlin keçək 31-ci suala. A bərabərdir sinus 130 dərəcə. B bərabərdir kosinus 140 dərəcə. C bərabərdir tangens 25 dərəcə. Onlar isə ifadəsinin qiymətini sadələşdirin. Uşaqlar, əvvəlcə bunu sadələşdirməmişdən qabaq, gəlin biz sizlərlə ABCD ədədlərini müqayisə edək. Mən baxıram, görürəm ki, bunlar arasında sinus 130, tangens 25 dərəcə müsbət ədədlərdir. Amma kosinus mənfi ədəddir, düzdürmü? O zaman bunlar arasında ən kiçiyi nə olacaq? Kosinus 140 dərəcə olacaq. İndi gəlin biz sizlərlə A və B ədədlərini müqayisə edək. 130 dərəcə vurulsun C bərabərdir tangens 25 dərəcə. Gəlin vahid çevrədə çəkək bunları. Tangens 25 dərəcə təqribi olaraq bura düşür. Sinus 130 dərəcə də düşsün bura, belə bir şey. Hündürlüklərini də çəkək. Baxın, bunlar bərabərdir. Bunları R yazıram. Bunlar bərabərdir. Tangensi mən tapmaq üçün nə etməliyəm? Tangensi. Baxın, bu xəttimi çəkməliyəm, düzdürmü? Tangens xətti. Tangens xətti bizdə nə idi? B, 1, 0 nöqtəsindən keçən çevrəyə toxunan düz xətt idi, düzdürmü? Daha doğrusu, ordinat, absisi idi. Ordinatı. Baxın, buranı yazıram mən T, 1, T nöqtəsi ilə. Mən buranın tangensini tapsam nəyə bərabər olur? Tangens alfa bərabərdir T bölünsün R-ə, düzdürmü? O zaman indi gəlin sinusu tapaq. Sinus 130 dərəcə. Nəyə bərabərdir? Qarşıdakı katetin, yəni Y-ın R-ə olan nisbəti. Baxın uşaqlar, Y mı böyükdür, yoxsa T mi böyükdür deyə baxsam, görərəm ki, T böyükdür. Düzdürmü? Bir dəqiqə. Y böyükdür. Baxın, Y-ın uzunluğu T-nin uzunluğundan böyükdür. Baxın. Ona görə sinus 130 dərəcə böyük olacaq tangens 25 dərəcədən. Yəni C küçükdür A-dan. Müqayisəmizi aldıq belə. Müqayisəni aldıqdan sonra verilmiş ifadəni ilk öncə sadələşdirirəm. Moduluna çıxıram təbii ki. Modulca B çıxılsın A. Üstəgəl modulca A plus C. Üstəgəl modulca B çıxılsın C. Baxın, ilk öncə B ilə A-nın müqayisəsinə baxıram. A B-dən böyükdür. O zaman bunun işarəsi nə olacaq? Mənfi olacaq. Mənfi B çıxılsın A. Üstəgəlsi A plus C. A C-dən böyükdür. İşarəsini olduğu kimi saxlayıram. Müsbətdir. Üstəgəl B çıxılsın C. Uşaqlar, B C-dən kiçikdir. O zaman bunun işarəsi nə olacaq? Mənfi B çıxılsın C olacaq. Bunu da açıram olduğu kimi mənfi B üstəgəl A, üstəgəl A, üstəgəl C, çıxılsın B, üstəgəl C. Baxıram nələr islah olunur. İslah olunanlar varmı ümumiyyətlə? Bir dəqiqə. Çıxmadan özümə yazmışam. Plus mənfi B-lər var, C-lər var. Bir dəqiqə. Mən ayrı-ayrı yazaq ən yaxşı. B çıxılsın A. Baxın, A B-dən böyükdür. O zaman bunun işarəsi nə olur? Mənfi B çıxılsın A olur. O zaman nə? Mənfi B plus A. Burada A plus C işarəsinə baxıram. Nəyə bərabərdir? A C-dən böyükdür, düzdürmü? C-nin işarəsi müsbətdir, amma A-nın işarəsi də müsbətdir. Müsbətin üzərində müsbət gəldikdə o olduğu kimi qalacaq. Baxıram B-yə. Daha doğrusu B çıxılsın C-yə. Nə olacaq? B çıxılsın C. C B-dən böyükdür. Ona görə bunun işarəsi olacaq mənfi B çıxılsın C. Bunları da toplasaq mənfi B üstəgəl A üstəgəl A üstəgəl C çıxılsın. Mənfi vurduq müsbət olur. Müsbət B çıxılsın C. Baxın, B-lər islah olur. C-lər islah olur. Yerdə qalır 2A. 32-ci sual. Mənfi kökdə 3 bölü 2 M nöqtəsi vahid çevrənin üzərində olarsa M-in mümkün qiymətlərini tapın deyir.
Gəlin ilk öncə vahid çevrəmizi çəkək. Bu olsun bizim vahid çevrəmiz. Qeyd edirəm bu nöqtəni uşaqlar. Mənfi kökdə 3 bölü 2. Tutaq ki, burada da mənfi kökdə 3 bölü 2. M nöqtəsi. Baxın uşaqlar, mən M nöqtəsini bilmirəm. M-in mümkün qiymətlərini. Baxın, buna 2 dənə nöqtə uyğun ola bilər. Biri ikinci rübdə yerləşən, digəri isə üçüncü rübdə yerləşən nöqtə. Baxın, bu nöqtə də ola bilər, bu nöqtə də ola bilər. Vahid çevrədə yerləşirsə, baxın, bura nə olur? Kökdə 3 bölü 2, bura nə olur? M olur. Buranı da 1 yazıram. O zaman yaza bilərəmmi? M kvadratı üstə gəl. Mənfi kökdə 3 bölü 2-nin kvadratı bərabərdir 1-ə. Yəni M kvadratı bərabərdir 1 çıxılsın. 3 bölünsün 4-ə, o da bərabərdir 4-də 1-ə. Yəni M bərabərdir minus plus 2-də 1-ə. Yəni doğru variantımız olur C variantı. 33-cü sual. ABCD üçbucağında bucaq A 3 pi böl 5 və bucaq B çıxılsın bucaq C bizdə bərabər olur 24 dərəcəyə. Bucaq B-nin radian ölçüsünü tapın. Gəlin ilk öncə biz sizlərlə bir üçbucaq çəkək. ABC ilə buranı qeyd edin. Bura nədir bizdə? 3 pi böl 5. Yəni 3 vurulsun 180 bölünsün neçə? 5. Bu da eləyir 108 dərəcə. 108 dərəcə. Baxın uşaqlar, buranı alfa, buranı beta qeyd edirəm. B çıxılsın C nədir bizdə? Beta çıxılsın alfa bərabərdir 24 dərəcəyə. Mən bilirəm ki, alfa üstə gəl, beta üstə gəl. 108 bizdə nəyə bərabərdir? 180-ə bərabərdir. 180 ilə 108-i çıxdıqda, o zaman beta üstə gəl alfanı mən 72 dərəcə alıram. Bunların da hər iki tərəfi toplasaq nə alıram? 2 beta bərabərdir neçə? 96. Beta da bərabərdir 96-nı da 2-yə böldükdə edir 48 dərəcə. Mən də lazımdır 48 dərəcəni radianla ifadə etmək. Bunun üçün də nə edirəm? 48-i vururam 2-yə bölürəm 180-ə. Bunlar neçəyə islah olunur? İxtisar olunur daha doğrusu. 24-ə. 24-ə bölsək 180 24-ə bölünürmü? Bölünür amma qalıqlı. 12-yə bölək. 12-yə bölsək qalır 4 pi böl 15. Yəni D variantı. 34-cü sual. ABCD kvadratı 9 konqonent kvadratı bölünmüşdür və sinus alfa vurulsun. Kosinus alfa beta hasilini tapın. Baxın uşaqlar, sinus alfa vurulsun kotangens beta hasilini tapın. Baxın, bu alfa bucağı ilə nədir? Çarpaz bucaqlar, düzdürmü? Bəs bu beta bucağı ilə bu beta bucağı nədir? Bunlar da çarpaz bucaqlardır. Mən rahatlıqla bu verilmiş 3 bucaqdan sinus alfanı tapa bilərəmmi? Baxın, bura 2 olur, çünki 2 dənə damanı əhatə edir. Bura 1 dam olur, düzdürmü? Bura nə olur? 2 kvadratı üstə 1 kvadratı nə olur? Kökdə 5 olur. Sinus alfa nədir? Qarşıdakı katetin, yəni 2-nin hipotenuzu kökdə 5 olan nisbəti. Yazıram ki, 2 bölünsün kökdə 5 vurulsun. Kotangens beta nədir? Bitişik katetin, yəni 1-in qarşıdakı katete olan nisbəti, yəni 3 olan nisbəti. 1 bölünsün 3. Bu da bizdə eləyir 2 bölünsün. Bir dəqiqə. Kotangens beta bitişikin qarşıdakı katete olan nisbəti. 2 bölünsün 3 kökdə 5. Bəli, düzdür. Hər iki tərəfi kökdə 5-ə vururam. Alıram ki, 2 kökdə 5 bölünsün 15. Yəni B variantı. 36-cı sual. 3 sinus alfa çıxılsın 2 kosinus alfa ifadəsinin qiymətini hesablayın deyir. Uşaqlar, baxın, bu hissə verilib bizdə 3. Düzdürmü? Bu hissədə 5. Yəni radius verilib 5. O zaman bu hissədə, yəni OB nöqtəsi bizdə nə olacaq? 5 olacaq. Mən bu hissəni tapa bilərəmmi? Tapa bilərəm. 5 kvadrat çıxsın 3 kvadrat edir 4. İndi gəlin sinus alfanı tapaq. Sinus alfa nədir? Qarşıdakı katetin hipotenuza olan nisbəti. Kosinus alfa nədir? Bitişik katetin, yəni 3-ün hipotenuza olan nisbəti. Aparıram, qoyuram yerinə. Bunu 3-ə vururam.
Onu da 2-yə vururam. Alıram ki, 12 bölünsün 5 çıxılsın 6 bölünsün 5. Bu da biz deyilir 6 bölünsün 5. Yəni 1 tam onda 2. 37-ci sual. ABCD kvadratı 25 bərabər kvadrata bölünüb. Bucaq YAD alfa olarsa və bucaq ADY, baxın görüm ADY beta olarsa tangens alfa üstəgəl kotangens bettanı tapın. Uşaqlar baxın bu hündürlükdür, düzdürmü? Burada neçə dama var? 2. Burada 1, 2, 3, 4. Onda buranın uzunluğu nə olacaq? 4 olacaq. Burada neçə dənə dama var? 3 dənə dama var. Olsun 3. Baxın tangens alfanı taparkən qarşıdakı katetin bitişik kateti olan nisbətini tapıram. Yəni 4 bölünsün 2 bərabər olur 2-yə. Baxın sonra kosinus bettanı hesablayarkən bitişik katetin hipotenuza olan nisbəti. Baxın 3, 4 bura nə olacaq? 5 olacaq. Yəni 3 bölünsün 5-ə bərabər olacaq. Bunları toplasam 3 bölünsün 5, 0,6 üstəgəl 2 edir 2,6. 38-ci sual. Dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil 5pi bölünsün 2 radianlıq bucaq qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Uşaqlar 5pi bölü 2 bizdə 180 bölürük 2-yə. Nə olur? 90 vurulsun 5 edir 450 dərəcə. 450 dərəcənin hara düşdüyünə baxaq əvvəlcə. 360, düzdürmü? 450-dən 360-a çıxdıqda edir 90 dərəcə. Yəni 306, baxın 5pi bölü 2 bərabər olur 450 dərəcəyə. 450 dərəcə necə ala bilərəm? 360-ın üzərinə 90 dərəcə gəlməklə. Əvvəlcə tam dairəvi hərəkət edirəm. Gəlirəm A nöqtəsinə. A nöqtəsindən yenə 90 dərəcə hərəkət edirəm. Gəlirəm bu nöqtəyə. Düzdürmü? İki hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Yəni baxın bu nöqtədə fasilə edir. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 13pi bölü 4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsinə dayanır. Gəlin 13pi bölünsün 4 bir dəqiqə 13pi bölü 4 radianı bucaqla ifadə edək. 13-ü 180-ə vurub bölürəm 4-ə. Bu da edir bizdə 585 dərəcə. Baxın bu nöqtədən başlayaraq 585 dərəcə hərəkət edir. Gəlin 585-dən əvvəlcə 360-a çıxaq. Nə qalır? 225. Yəni hərəkət edir 360 dərəcə. Buradan lazım bizə 225 dərəcə. 180 dərəcə gəlir burada. 225-dən də 180 çıxdıqda edir 45 dərəcə. Gəlir dayanır baxın bu nöqtədə. Baxın bu nöqtədə. Yəni bu bizdə ümumən belə olur. Daha doğrusu bu nöqtədən başlayır. Bu nöqtə bizdə olur. Baxın bu bucaq uşaqlar. Bu ümumi bucaq bizdə olur 585 dərəcə. Deyək ki, B nöqtəsində dayanır. Baxın bu B nöqtəsi olur. AOB bucağının dərəcə ölçüsünün kiçik qiymətini tapın. Baxın AOB bizdə nə olur? Bura 45-dirsə, yerdə nə qalır? 45 dərəcə qalır. Vsyo, AOB bucağının dərəcə ölçüsü bizdə olur 45 dərəcə. Gəlin baxaq 41-ci suala. Kosinus beta çıxılsın sinus beta bölünsün kosinus alfa üstəgəl sinus alfa bərabərdir 3/1 və alfa üstəgəl beta 90 dərəcə olarsa A bölünsün B nisbətini tapın. Gəlin ilk öncə biz sizlərlə kosinus betanı, sinus betanı tapaq, aparıb yerinə qoyaq. Baxın uşaqlar, kosinus betanı tapıram ilk öncə. Nəyə bərabərdir? Bitişik katetin hipotenuza olan nisbəti, yəni A-nın C-yə olan nisbətinə bərabərdir. Sinus beta nəyə bərabərdir? Qarşıdakı katetin, yəni B-nin C-yə olan nisbətinə bərabərdir. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfa.
Alfa bucağı buradadır. Bitişik katetin, yəni B-nin S-yə olan nisbəti sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin, yəni A-nın S-yə olan nisbətinə bərabərdir. Aparıram, yerinə qoyuram. A bölünsün S çıxılsın. B bölünsün S. B bölünsün S plus A bölünsün S bərabərdir 3-də 1-ə. Uşaqlar, hər ikisinin məxrəci eynidir, S-lərdir. Bunlar ixtisar gedir, yerdə qalır. A çıxılsın B bölünsün A plus B bərabərdir 3-də 1-ə. Hər iki tərəfi vururam 3-ə. O zaman alıram ki, 3A çıxılsın 3B bərabərdir A plus B-yə. A-nı keçirirəm sol tərəfə, alıram ki, 2A bərabərdir 4B-yə. Hər iki tərəfi bölürəm 2-yə, alıram ki, A bərabərdir 2B-yə. Bizdən də A bölünsün B nisbəti soruşur. Aparıram, A-nın yerinə 2B-ni qoyuram, bölürəm hər iki tərəfi B-yə, alıram ki, cavabımız 2-yə bərabərdir. Bu qədər sadə. Baxaq 42-ci suala. Tangens alfa üstəgəl 30 dərəcə bərabərdir 1 və alfa bucağı yerləşir birinci rübdə, yəni 0-90 dərəcə arasında. Uşaqlar, tangens birinci rübdə nə zaman 1-ə bərabər olur? 45 dərəcə olduqda, düzdürmü? Yəni alfa üstəgəl 30 dərəcə bərabərdir 45 dərəcəyə. Yəni alfa bərabər olur 15 dərəcəyə. Aparıram alfanı bu ifadələrdə yerinə qoyuram. 2 vurulsun sinus 75 üstəgəl 15 bizdə eləyir 90 dərəcə. Üstəgəl 10 vurulsun. Sinus kosinus 75 çıxılsın 15 eləyir 60 dərəcə, yəni kosinus 60 dərəcəyə. Sinus 90 dərəcədə 1-ə bərabər olur, yəni 2 üstəgəlinsin 10 vurulsun. Kosinus 60 dərəcədə bizdə bərabər olur 2-də 1-ə. Alıram 12 üstəgəlinsin 5, yəni cavabımız edir 7. Beşinci sual. Uyğunluğu müəyyən edin deyir. Baxın uşaqlar, birinciyə baxıram, tangens alfa sıfırdan böyükdür, kotangens alfa sıfırdan böyükdür. Baxın, çəkirəm mən rüblərimi. Baxın, tangens alfanın sıfırdan böyük olduğu rüblər hansılardır? Birinci rüb və üçüncü rüb, düzdürmü? Amma kotangens alfa da sıfırdan böyük olmalıdır. Təbii ki, bu da hansıdır? Birinci və üçüncü rüb. Baxın, 1-ə gedir Y variantı. Y getdi. Sonra alfa bucağı dördüncü rübün bucağıdır. Xeyr. Alfa yalnız birinci rübün bucağıdır. Xeyr. Tangens alfa vurulsun, kotangens alfa 0-a bərabərdir. Xeyr. Bu tamamilə səhvdir. Sinus alfa vurulsun, kosinus alfa sıfırdan kiçikdir. Baxın, sıfırdan kiçik olması üçün nə olmalıdır? Əks işarəli olmalıdırlar. Yəni 2-yə gedir D variantı. Ümumiyyətlə, tangens alfa vurulsun, kotangens alfa 0-a bərabər ola bilməz. Yalnız ikisindən biri 0-a bərabər olduqda olur, amma digəri təyin olunmur. Bunu çıxıram ümumiyyətlə. Sinus alfa vurulsun, kosinus alfa 0-dan böyükdür. Uşaqlar, bu nə zaman olur? Birinci rübdə olduqda, düzdürmü? Yalnız birinci rübün bucağıdır. Gedir B variantı. Yerdə nə qaldı? A variantı. Alfa yalnız dördüncü rübün bucağıdır. Dördüncü rübdə olduqda uşaqlar, kosinus alfa 0-dan böyük, sinus alfa 0-dan küçük olur. Ona görə 2-yə gedir A. Yəni 1-ə Y, 2-yə D və A variantları, 3-ə B variantı gedir. Bugünlük bu qədər. Mənim sizdən xahişim videonu bəyənib xoş rəylərinizi bildirməyinizi unutmayın.